Selamünaleyküm. Hazır biznes sahibkarlara bir balaca məlumat elan kimi hal-hazırda belə bir konteyner satılır. 21 kvadratda sendviçdən hazırlanıb karkas konteynerdir. Daşınma əmlak kimi götürək də. Hər zaman qaldırıb krandan ürəyiniz hansı bir yerə istəyirsiniz, parklara, yaxud da ki bulvar tərəfə belə bir obyekt çıxıb satışa. Şahsi özümünkidir. Tirdir. Mebellər, bar hazırdır. Belə bir sonra hədiyyələr üçün hər iki tərəfdən belə bir mebellərdir. Yığılıb şkaflar. Hədiyyə qoymağa ən rahat bir variantdır. Müşinlər hazırdır. İndi kim bilir ən azı bu müşinlərin qiyməti neçədir? Hamısı lazerlə çəkilib. Qalır bir dənə rənglənməsi əlavə olaraq burada drosillər, müşinlər olacaq. İynəli belə deyək də drosillərlə. Aşağıda da tumbuçka olacaq. Burada da başqa bir müşinlərdir. İşıq var. Şölşük var. Əlavə olaraq rozetka, 4 tane rozetka var. 1, 2, 3, 4 tane rozetka var. Işıq idealdır. Yuxarıda neon lampalardır. Dəmir arxacılıqdır burada. Hamısı yığılıb, staldir, üstlükdir, laklanıb, kraskalanıb. Əlavə olaraq məlumat deyirəm sizə. Bu video üstünə qoyulmur. Üstünə olaraq verilir 4 dənə təzə tüfəng, bir dənə pistolet, güllələr verilir. Sonra atmağa görə biz apasın deyək də belə eynəklər verilir, əlcəklər verilir. Sonra tüfəngin tutmağına saxlamacılıqlar veriləcək. Hamısı təzə. Upakovkada garanti ilə bir yerdə. Hamısı ideal Türk istehsalı olan vazoşka deyək də belə veriləcək bunun yanında. Bunun üstündə belə bir obyekt, daşınma əmlak. Yəni deyirəm, bunu indi sezon bayağı kimi eləyirlər başqa yaz. Bunu lüboy bir parka, yaxud da hansısa bir dəniz qırağına, böyük toplam olan bir yerlərdə qoymaq olar, yerləşdirmək olar. Sizdən yenə deyirəm, zəhmət nə olacaq? İstədiyiniz yer, özünüz gəlib götürəcəksiniz. Hara istəyirsiniz, apara bilərsiniz. Lüboy moment istədiyiniz hər bir zaman bunu götürüb yerinizi, obyektin yerini dəyişdirə bilərsiniz. Bax belə diqqətə görə təşəkkür edirəm. Bir də yadda xatırladım. Bütün müşinlər hamısı ideal vəziyyətdədir. Hamısı təzədir, təzə çıxılır. Yəni deyirəm, bu obyekt noldandır. Tüfənglərdən tutmuş, bütün aksesuarlar və hər bir şey hamısı üstündə hədiyyə olaraq verilir.